Hal-hazırda bizim bağlantımız da var. Tural Məmmədovla bağlantımız var. İdarə rəisi söhbət elə həmin xidmətin, təhlükəsizlik dövlət xidmətinin idarə rəisindən gedir. Tural bəy, sabahınız xeyir olsun. Salam, sabahınız xeyir olsun. Xoş gördük sizi, canlı yayımdasınız. Bəli. Çox həssas bir məsələdir. Əslində çox adamın bir o qədər tam dərinliyinə qədər bilmədiyi bir məsələdir. Açıqlamanı oxuduq, təfərrüatını sizdən eşidəcəyik. Konkret insanların tam olaraq rahat, sadə başa düşəcəyi dildə təhlükə nədən ibarətdir? Bəli, qeyd elədiyiniz kimi son zamanların ən böyük sızma hadisəsi baş verib. Əslində bu tam da sızma deyil, müxtəlif zamanlarda son dövrlərdə həyata keçirilmiş kiber hücumların, zərərverici yoluxmalarının nəticəsində əldə edilmiş login parolların bir yerdə toplanaraq aşkarlanmasıdır. Bura bir sıra hesablar daxildir, böyük platformalardan Apple olsun, Google olsun, Facebook, GitHub, Telegram və s. kimi. Eyni zamanda bir sıra dövlətlərin də informasiya sistemlərinə istifadəçilərin də məlumatları orada açıqlanmışdır. Bu 16 milyard məlumatlar istifadəçilərin daha çox brauzerlərindən bilmədikləri, şübhə doğuran bəzi linklər vasitəsilə yoluxması səbəbindən və bu yoluxma nəticəsində onların brauzerdə saxladıqları login parolların oğurlanması nəticəsində baş vermişdir. Bununla bağlı biz mütəmadi kibergigiyena təlimləri keçiririk ki, dövlət qurumları əməkdaşları öz kibergigiyenalarına diqqətli olsunlar, şübhəli linklərə keçid etməsinlər, zərərverici fayllara qarşı diqqətli davransınlar və ya hər hansı bir şübhəli məqam aşkar etdikdə bu barədə dərhal bizim quruma məlumatlandırsınlar. Lakin bununla yanaşı yoluxanların böyük əksəriyyəti sadə vətəndaşlar olduğuna görə onlardan daha çox tələb olunur ki, onlar fərdi məlumatlarının təhlükəsizliyinə və öz fərdi kibergigiyenalarına diqqətli yanaşsınlar. Antiviruslardan istifadə eləsinlər, sadə dildə desək və ya şübhəli keçidlərə heç vaxt klik edərək keçməsinlər. Tural bəy, baxın, mən adi bir vətəndaşam və mən telefondan istifadə edirəm. O, siz dediniz ki, şübhəli məqamlar, o şübhəli məqamları mən necə tuta bilərəm? Yəni, necə ola bilər ki, yəni nədən mən ilk növbədə şübhələnməliyəm ki, məndə doğrudan da artıq problem var, o kibergigiyena tam təmin olunmuyub? Şübhəli məqamların ən əsas bir neçə məqamları var ki, diqqət etmək lazımdır. Bunlardan biri bənzədilmiş saxta domen adları ola bilir. Digərləri isə saxta kampaniyalar ola bilir, hansı ki, insanları hansısa uduşlara, pul mükafatlarına həvəsləndirir və eyni zamanda onları tələsdirir. Yəni, bir kampaniyada bir tələsdirmə və ya bir alışdır, bir tələsdirmə varsa, bununla bağlı dayanıb həmin link barədə düşünməyə ehtiyac vardır. Və təbii ki, hər zaman rəsmi mənbələrə istinad olunmalıdır. Tural bəy, deyək ki, mən o linkə keçid etdim. Yəni, bilmədim, etdim. Risk nədir? Sonra nə baş verir? Yəni, pulum mu çəkiləcək, məlumatım mı yayılacaq? Yəni, nə baş verir o yoluxarsaq? Yəni? Burada müxtəlif aspektlərdən baxmaq olar, amma sırf bizim bir xəbər aspektindən baxsa, burada infosteller tipli zərərvericiyə yoluxmadan söhbət gedir. Hansı ki, brauzerə yoluxarkən, kompüter yoluxarkən, brauzerdəki bütün login parolları itirmiş olursunuz. Və nəticədə nə etmək lazımdır? Bütün login parolları dəyişmək lazım olur, ən azından və daha təkmil bir yanaşma istənilən akkauntda 2 faktorlu autentikasiyanı aktiv etmək lazımdır ki, login parol itirilsə belə kənar şəxslər həmin hesablara daxil ola bilməsinlər. Aha, və bundan başqa, Tural bəy, biz bir çoxumuz indi anlayırıq, yəni bu risklər var və s. və ümumilikdə mütləq şübhəli deməli o linklər olmalıdır və ümumiyyətlə siz indi xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidmətini təmsil edirsiniz. Bəs xidmətiniz hansı işlər görür ki, əhalini və strukturların da internet deməli resurslarını qorusunlar? Bildiyiniz kimi bizim fəaliyyət istiqamətimiz əsasən dövlət qurumlarının informasiya təhlükəsizliyini əhatə edir
Və məlumat üçün qeyd edeyim ki, bu yaxın bir həftə ərzində 6 aylıq statistika tamamlandıqda biz görülmüş işlərlə bağlı və eyni zamanda yoluxmaların Azərbaycana aid hissəsi ilə bağlı daha geniş bir statistikanı yayımlayacağıq. Hücumların hardan gəldiyini təxmin etmək olarmı? Hücumların hardan gəlməsi biraz qarışıq mövzudur. Çünki bu hücumların IP ünvanları gizlədilə bilir və ya dəyişdirilə bilir. Yəni istənilən şəxs istənilən ölkədən bu hücumu həyata keçirə bilir. Bu baxımdan kimisə birbaşa günahlandırmaq konkret hücumu araşdırmadan biraz doğru olmaz. Təşəkkür edirik Tural bəy. Başqa hər hansı bir əlavə etmək sözünüz varmı? Hər hansı bir tövsiyəniz? Yox, təşəkkür edirəm sizə bu mövzunu işıqlandırdığınız üçün. Hər kəsə də kiber gigiyenasına qarşı diqqətli olmağa çağırırım. Təşəkkür edirik. Bu da artıq müasir dövrün bir şəxsi gigiyenasıdır. Tural Məmmədov, dostlar, xüsusi rabitə və informasiya təhlükəsizlik Dövlət Xidmətinin idarə rəisi bizimlə birbaşa bağlantıda idi.